Salam, hər vaxtınız xeyir olsun. Mən Sərvər Rəşidov. Bu videoda sizə qayda kitabımızdan funksiyalar və qrafiklər mövzusunun izahını verməyə çalışacağım. Deməli, sxemdən görünür ki, x çoxluğunun hər bir elementinə qarşı bir qiymətli olaraq y çoxluğundan bir element uyğu gəlir. Yəni, 1x-ə ona qarşı y-dən bir element, 1x-ə ona qarşı y-dən bir element uyğun gəlir. Yəni, aşağıda da izah edir ki, x çoxluğundan götürülmüş hər bir x-ə, y çoxluğundan yeganə y ədədini qarşı qoyulan qaydaya x çoxluğundan verilmiş funksiya deyilir. Yəni, belə düşünün ki, x insanlardır, y-də evlərdir. Bir insan bir evə yerləşə bilər, düzdürmü? Hər bir insan yalnız bir evə yerləşə bilər. Bir insan eyni anda iki evdə yerləşə bilməz. X bir insandır. Eyni anda həm bir evdə, həm də bu evdə yerləşə bilməz. Aydındır mı? Bu asıllıq o deməkdir ki, bu asıllıq funksiyadır. Yəni, amma tərsinə ola bilər. Bir evdə bir neçə insan yerləşə bilər. Bu asıllıq da funksiyadır. Bir insanın bir neçə evdə yerləşməsi doğru deyil. Tərifdən də onu izah eləməyə çalışır. İki kəmiyyət arasında asıllığın funksiya olub-olmadığını onun qrafikinə görə müəyyən etmək olar. Ordinat oxuna paralel çəkilmiş istənilən şaqili düz xətt ən çoxu deməli, qrafiki ən çoxu bir nöqtədə keçirsə, bu asıllıq funksiyadır. Deməli, yəni bizə demək istəyir ki, qrafik formasında veriləcək, funksiya formasında yox. Qrafik formasında veriləndə ordinat oxuna paralel bir dənə düz xətt çəkirik. Şaqili düz xətt bu deməkdir. Verilmiş qrafiki bir nöqtədə keçirsə, ən çox bir nöqtədə, birdən çox ola bilməz. Bu asıllıq funksiyadır. Bəli, bu asıllıq funksiyadır. Ordinat oxuna paralel çəkilən düz xətt qrafiki 2 və ya daha çox nöqtədə keçirsə, bu asıllıq funksiya deyil. İstənilən halda ordinat oxuna paralel düz xətt çəkirəm. Verilmiş funksiyanın qrafikini 2 nöqtədə kəsdi. Bu asıllıq funksiya deyil. Aydın oldu. Bu asıllıq funksiya deyil, belə deyək. Bu onu göstərir ki, arqumentin, yəni x-in eyni qiymətinə funksiyanın bir neçə qiyməti uyğundur. Bayaq verdiyim nümunədə bir insan 2 evə yerləşmiş olur. X oxunu kəsən düz xətt çəkirəm. Eyni anda buradakı x həm bu y-ə, həm də bu y-ə yerləşmiş olur. Bir insanın 2 evə yerləşməsi deməkdir. Bu da tərifə ziddir. Qaydada izah edir ki, bu arqumentin eyni zamanda funksiyanın bir neçə qiymətinə uyğundur. Bu isə funksiyanın tərifinə ziddir. X-in bir neçə adı var. Sərbəst dəyişən deyə bilərik. Funksiyanın arqumenti deyə bilərik. Absis oxu, absis sadəcə x ifadə edir. Təyin oblasını soruşanda x soruşur. Yəni, x-in bir neçə adda biləcəyik. Əslində, funksiya mövzusu şagirdlər çətin deyil. Sanki funksiya dilində danışmağı bacaran şagird funksiya mövzusuna çətin gəlməz ona. Yəni, funksiya dilində danışmaq nə deməkdir? Sərbəst dəyişənin 5 qiymətində deyəndə sən bilməlisən ki, x-i deyir də sərbəst dəyişən. Arqumenti tapın. Arqumentin hansı qiymətində? Demək ki, x-i soruşur. Absis oxunu kəsər, deməli, x-i kəsər. Təyin oblasını tapın, deməli, x-in ala biləcəyi qiymətləri soruşur. Yəni, bunlar bu terminlərdə oxuduqca bu terminləri anlayırıqsa, demək ki, bu bizim üçün asan olacaqdır. Y-in bir neçə adı var. Aslı dəyişən, yəni x-dən asılıdır. Bu y deməkdir. Funksiyanın ən böyük qiymətini tapın. Sadəcə funksiyanı tapın deyirsə, deməli, y-i soruşur bizdən. Ordinat oxu, ordinat y-i müəyyən edir və qiymətlər çoxluğunu soruşanda da biz y-in ala biləcəyi qiymətləri axtarırıq. Yəni, bunların adı-badı bilməliyik ki, x-in bir neçə adı var, y-in bir neçə adı var. X çoxluğuna verilmiş funksiyanın təyin oblası deyilir. df kimi işarə yazılır. Y çoxluq verilmiş funksiyanın qiymətlər çoxluğu adlanılır, y kimi işarə yazılır. Yəni, biz bilməliyik ki, df-i tapın deyəndə təyin oblasını soruşur, x-i soruşur, y-i tapın deyəndə qiymətlər oblasını soruşur, y-i soruşur. Keçik funksiyanın bir neçə vəziyyətinə baxaq. Funksiyanın nöqtədə qiymətinin tapılması.
nə deməkdir? Fx funksiyasının x bərabərdir a nöqtəsindəki qiyməti fa kimi tapılır. Yəni x-in yerinə a qoyuruq. Fa nə deməkdir? X bərabərdir a nöqtəsindəki fa, yəni x-in yerinə a qoy deməkdir. Keçək nümunəyə. Hər bir qaydaya uyğun bir neçə nümunə vermişəm şagirdlər. X bərabərdir -4 olduqda qiymətini hesablayın. Yəni x-in yerinə -4 qoyacağım. -3 vurulsun -4-ün kvadratı plus 7. -3 vurulsun 16. -4-ün kvadratı müsbət 16 edər. -48 topla 7. Eləyər -41. İkinci sualımız F1 topla F3'ü soruşur. Bəzən şagirdlər bu yazılışın mənasını başa düşmür. F1 nə deməkdir? X-in yerinə 1 qoy deməkdir də. 8 çıx 2 vur 1-in kvadratı, yəni 8 çıx 2 6 edər. F3 nə deməkdir? X-in yerinə 3 qoyacağıq. Yəni fx funksiyasında x-in yerinə 3 qoyacağıq. 8 çıx 2 vuraq 3-ün kvadratı, yəni 9. 8 çıxılsın 18 eləyər -10. F1 ilə F3-ün cəmini soruşur. Yəni 6 ilə -10-un cəmini soruşur. -4 edər. İndi F7 x-in yerinə 7 qoymaq deməkdir. Gərək bizə fx verilsəydi. Aydındır mı? Bizə fx verilməyibdir. O zaman diqqətli olun. Deməli F7 x-in yerinə nə qoysam 7 alınır deməkdir. Axı bizdə fx funksiyası verilməyibdir. 2x plus 1 bərabərliyinin yerində 7 durması lazım. 2x plus 1 bərabərliyi bərabərdir 7-dən buradan x tapacağım. 3. Yəni x-in yerinə 3 qoyduqda 2 vur 3 topla 1. F7-ni tapmış olacağım. Desəniz mənim F7 x-in yerinə 7 qoymaq deməkdir də. Tamam, x-in yerinə 7 qoyun. 2 vur 7 14 topla 1 15. O zaman biz F15 tapmış olacaq ki. Çünki bizə fx funksiyası verilməyibdir. F2x plus 1 funksiyası verilibdir. O da F7-ni əldə etmək üçün x-in yerinə 3 qoymamız lazım. F2 vur 3 topla 1 bərabərdir 4 vurulsun. X-in yerinə 3 qoyuruq. Topla 3. Yəni F7 bərabərdir 12 topla 3 elədi 15. Fx funksiyası verilməyibdir. F2x plus 1 funksiyası verilibdir. 6x plus 5 şəklindədir. Fx-i soruşur. X-dən asılı funksiyanı soruşur. Halbuki bizə verilən funksiya 2x plus 1-dən asılıdır. Əslində bayaqlarım F7-ni soruşanda 2x plus 1-in yerinə 7 qoydum ha. Burada da əslində 2x plus 1-in yerinə buradakı x-i qoymalıyam. Bu x-ləri siz qarışdıracaqsınız deyə o yolla işləmir. Gəlin sizə bir praktik üsul öyrədeyim. Fx-i soruşmur. Gəl biz deyək ki, x-i başqa bir hərflə. Buradakı x bu x-in eynisi deyil deyə x-i başqa hərflə ifadə eləyək. Bu fx-ə biz a deyək, daha doğrusu x-ə a deyək. Sanki biz f-a-nı axtarırıq. F-a-nı tapaq. Tutaq ki, f-a-nı tapsaq 10a topla 7. X-in yerinə a qoymamışıq. Qaytarıb a-nın yerinə x qoyacağıq. 10x topla 7 olacaqdır. Deməli, biz f-a-nı tapsaq, fx-i tapmış olacağıq. Yəni, bu x-ləri qarışdırmayasınız deyə x-i a hərfindən ifadə elədim. 2x plus 1 bərabərdir. Artıq x-ə yox, a-ya deyirəm. Axı, f-a-nı axtarırıq. Buradan x-i tapacam. A çıx 1, bu da a çıx 1 bölü 2. Deməli, harada x var, yerinə a çıx 1 bölü 2 qoyacam. Artıq bu 2x plus 1 var. Ha, buna mən nə demişəm? A demişəm. Yəni, bunun yerinə a qoyacam. F-a bərabərdir. 6 vurulsun. X-in yerinə nə qoyuram? 2x plus a çıx 1 bölü 2. 6 vurulsun. A minus 1 bölünsün 2. Topla 5. 6 ilə 2 ixtisar gedər. 3 vurulsun a minus 1 topla 5. Bunu da vurub atsam f-a-nı nə taparam? 3a, bir dənə bunu vurmasın. 3a minus 3 topla 5. Mənfi 3 ilə də topla 5 eləyər müsbət 2. 3a topla 2. Axı a x deməkdir. Biz qarışdırmayaq deyə ifadə eləmişdik. F-a 3a plus 2 isə f-x də 3x plus 2-dir. Belə bir nümunə. Yəni, şagirdlər
Buna ait sual, bu formada sual DİM-də yoxdur. Fərqli bir sual tipi blokda və ya buraxılışda qarşılaşa bilərsiniz. Buna ait nümunə təəssüf ki, bir dənədir. İstərdim ki, başqa bir rəhlə bundan bir dənə də örnək verim, tam anlaşılsın. If 2x bərabərdir, bu daha asan olacaq, yox. If 2x minus 7 bərabərdir 6x plus 1 fx'i soruşur. Artıq bu tip suallarda siz yadda saxlayın ki, bu x ilə bu x'i qarşılayacaqsınız deyə fx'i yox, f-a-nı soruşur kimi başa düşün. Yəni 2x-7-nin yerinə a qoyacaq. 2x-7 bərabərdir a-ya. 2x bərabərdir a plus 7. Deməli, x-in yerinə a plus 7 böl 2 qoymaqla f-a-nı tapa bilərik. Biz nəyin yerinə a qoyduq? 2x-7-nin yerinə 2x-7 bərabərdir a. Dərsəm, niyə 2x-7-nin yerinə a qoyduq? F-a-nı soruşmur. F-a nə deməkdir? 2x-7 ilə a-nın qarşılaşması deməkdir də. Deməli, f-a bərabərdir 6 vurulsun. X-in qiyməti bizdə a-nın asıldır. A plus 7 böl 2 topla 1. 6x topla 1-dir. İşte bunu vurub basacaqsınız. Birbaşa yazıram. 6, 2, 3. 3a topla 21, o da 1. Topla 23 olacaqdır. 3a plus 22 x-dən aslı vəziyyətdə 3x plus 23 olacaqdır. Bu videonu özümdən dediyim örneğe silirəm ki, bu daha aydın olsun. Videomuza devam edirik. Mövzu izahına devam edirik. İxtiyari x funksiyasının qrafiki apsis oxunun kəsdiyi nöqtədə y bərabərdir 0 olur. Ordinat oxunun kəsdiyi nöqtədə x bərabərdir 0 olur. Yəni qrafik apsisi kəsirsə, həmin nöqtədə y 0-dır. Bunu əzbərləməyə də ehtiyac yoxdur şagirdlər. Bəzi şagirdlər bunu əzbərləyirlər. Sonra yaddan da çıxır. İstənilən bir dənə qrafik çəkdim. X oxunu görürsünüz də. Bu qrafik x oxunu kəsir. Bax, tutaq ki, 2-də kəsir. X oxunu kəsdiyi nöqtədə y olmur axı. Bax, bu x oxunu kəsdiyi nöqtədə y iştirak eləmir axı. O nöqtənin koordinatlarında x-ə 2, y-ə 0 deyirlər. 2 nöqtəsində, rəhlədiyim nöqtənin koordinatları. Gördüyünüz kimi qrafik x oxunu kəsdiyi nöqtədə y 0-dır. Tutaq ki, buranın kəsir -5-də. Gördüyünüz kimi burada y oxunu kəsir. Y oxunu kəsir nöqtədə x yoxdur axı. Oraya yazırız x 0-dır. 0 -5. Deməli, gördüyünüz kimi x kəsdiyi nöqtədə y 0-dır. Y kəsdiyi nöqtədə x 0-dır. Bax, bu qaydada onu izah edir ki, istənilən funksiyanın qrafiki apsisi kəsdiyi nöqtədə ordinat 0-dır. Ordinatı kəsdiyi nöqtədə apsis 0-dır. Daha sonra funksiyanın sıfırlarını tapmaq üçün onu sıfıra bərabərləşdirib həll etmək lazımdır. Funksiyanın sıfırları onun kökləri deməkdir. Yəni fx funksiyanın sıfırını tapmaq üçün onu sıfıra bərabərləşdirmək, həll etmək lazımdır. Aydın oldu. Funksiyanın sıfırlarını, yəni çətin bir şey deyil bu. Sıfırlarını tapmaq sözünü anlamırıq. Sıfırlarını tapmaq, köklərini tapmaq deməkdir. Bir funksiyanın, bir tənliyin kökünü tapmaq üçün biz nə edirik? Onu sıfıra bərabərləşdirək də. Birinci sualımız belədir. Y oxu ilə kəsişmə nöqtəsi. Y oxu ilə kəsdiyi nöqtədə x 0 olacaqmı? Onda y bərabər olacaq. 3 vur 0 topla 24. Y bərabərdirmi? 24-ə koordinatları soruşur deyə x-in yerinə 0, y-in yerinə 24. Birinci həmişə x-in qiyməti yazılır. O x oxunun kəsişmə nöqtəsinin koordinatları soruşur ikinci sualda. Bu birinci sual. İkinci sualda o x oxunun kəsişmə nöqtəsi. O x oxunu kəsirsə nəyə 0 verəcəm? X oxunu kəsirsə, deməli y 0-dır da. Y-in yerinə 0 qoyacam. Yəni 2 üstü x minus 4-də 1 bərabərdir 0-ı belə yazmaq istəmərəm. Bərabərdir 0-ı belə yazmaq istəyirəm. Onsuz da nəticə etibarilə y-in yerinə 0 qoymuş deməkdir. Y-in yerinə 0 qoymaq funksiyanı 0-a bərabərləşdirmək deməkdir. Buradan 2 üstü x bərabərdir 4-də 1-ə. 2 üstü x bərabərdir 4-də 1-i 2 üstü -2 yazaram. 8-ci sinif bilgisinə görə. Əsaslar bərabər olduğuna görə 2 üstü x 2 üstü -2-yə bərabərdirsə, deməli x bərabərdir -2-yə. Koordinatı soruşur. Deməli x-i -2 tapdıq.
Zaten y-imiz 0 idi. Funksiyasının sıfırlarını tapın. Sıfırlarını tapmaq onu sıfıra bərabərləşdirib həll etmək deməkdir. 4'te 1 x çıx 10 bərabərdir 0'a. 4'te 1 x bərabərdir 10'a. X bərabərdir 10'u böləcəm 4'te 1'ə. 10'u 4'te 1'ə bölmək 4'ə vurmaq deməkdir. Funksiyanın sıfırını tapın. Cavab 40'dır. Cavab 40. Neçə sıfırı var desə 1 sıfırı var. Yəni cavab 40'dır. Bir dənə kökü var yəni. Funksiyanın qrafikini apsisokunu -2 0 nöqtəsində kəsir. Ümumiyyətlə nə zaman belə bir koordinatlar verilirsə aparıb birinci koordinatı x-in yerinə, ikinci koordinatı y-in yerinə qoyuruq. Bunu x-in yerinə qoyursan, bunu y-in yerinə. 0 bərabərdir a plus 1 vurulsun x-in yerinə qoydum. -2-ni mötərizədə yazırıq ki, texnik səhv eləməyək. Topla a minus 1. 0 bərabərdir. -2-ni vururam a-ya, -2a. Sonra -2-ni 1-ə vururam, -2. Mənfi müsbətə vuranda mənfi eləyir axı. Üstə gələk ki, a minus 1. 0 bərabərdir. Buradakı -2 a ilə buradakı müsbət a, mənfi a edər. -2 ilə də -1, -3 edər. Mənfi a-nı sol tərəfə keçirsəm, a bərabərdir. -3 qalacaq sağ tərəfdə. A-nı soruşur, cavab oldu -3. Hər zaman belə bir koordinatlar verilsə, birincini x-in yerinə qoyursunuz, ikincini y-in yerinə qoyursunuz. Deməli, 0 bərabərdir m bölünsün 2, topla 5. Onda m böl 2 qalsın yerində, müsbət 5 sol tərəfə keçsin, -5 olsun. Çarpazla vuranda m bərabər olacaq, -5 vurulsun 2-yə. Yəni, m bərabər olacaq -10-a. Birinci nöqtəni x-in yerinə qoyuruq, ikinci nöqtəni y-in yerinə qoyuruq. Deməli, y-in yerinə n qoyuram, x-in də yerinə 0. 0 böl 2, topla 5. 0-ı 2-yə böləndə 0 düşər, topla 5. N də bərabər oldu 5-ə. N çıx m-i soruşur. 5 çıxılsın -10. M -10 tapmışıq. Cavab olacaq 15. Fx funksiyasının qrafik verilmişdir. Deməli, əvvəlcə mən sizə qrafiklə işləməyi öyrədim. -4 nöqtəsində ruşkanın ucunu qoydunuzmu? Bu nöqtə nəyin üzərindədir? Gördüyünüz kimi x-in üzərindədir. Deməli, y burada iştirak etmir. Bu nöqtənin koordinatları -4 0'dır. Bəs -4 0 nə deməkdir? F -4 0 deməkdir. Yəni, -4 0 o deməkdir ki, x-in yerinə -4 qoyanda cavab 0 alınır. Bu nöqtə x oxunun üzərindədir. X -1'dir. Onun koordinatları -1 0'dır. -1 0 o deməkdir ki, f -1 bərabərdir 0'a. Yəni, x-in yerinə -1 qoyanda y 0 olur. O mənanı verir. Sonra bu qrafikin üzərindəki nöqtədir 5 4'dür. Yəni, bu aydın məsələdir ki, 5 4'dür. O deməkdir ki, x-in yerinə 5 qoyanda qiymət 4 alınıbdır. Nəhayət qaldıq bu nöqtənin üzərində. Bu nöqtə nəyin üzərindədir? Y oxunun üzərindədir. Y oxunun üzərindədirsə, deməli, burada x iştirak etmir. X 0'dır, y 3'dür. Aydın olurmu? X 0'dır, y 3'dür. X 0'dırsa, deməli, x-in yerinə 0 qoyanda cavab 3 alınıbdır. Qiymət yəni 3'ə bərabərdir. İndi gələk suala. F -4, yəni bizdə 0'dır bunun qiyməti. Üstə gələk. F -1, bu da 0'dır. Üstə gələk. F0 bizdə 3 tapmışıq. Üstə gələk. F5 bizdə 4 tapmışıq. O da cavab olacaq 7. Xətti funksiya keçirik. Xətti funksiya 7-ci sinif mövzusudur şagirdlər. Bura aid bilgilər hamısı 7-ci sinifə aiddir. Kx topla b şəklində verilən funksiya xətti funksiya adlanır. Burada k-nın adı bucaq əmsalıdır. B isə sərbəst addır. Bunların adlarını bilməliyik. Yəni, bu qayda kitabında mümkün qədər uzun-uzadı yazılmaqdan qaçınıbdır. Amma yazılacaq hər bir şeydə başa düşməliyik və öyrənməliyik. Yəni, k-nın bucaq əmsalı olduğunu bilməsəniz, bucaq əmsalı nədir tanımasanız, irəlidə daha çox problemlər yaşayacaqsınız. Bir neçə dənə funksiya göstərmişəm ki, bunlar öyrədici suallardır. K və B-ni göstərin. Yəni, burada sual deyil, sadəcə K və B-ni göstərir.
K2-B-də gördüyünüz kimi K x-in qabağında durandır, bucaq əmsalıdır. B sərbəst həddir. X-in qabağında duran 2-dir. Sərbəst həddimiz -8-dir. 8 deyil. Burada x-in qabağında duran -3-dür. K -3-dür. Sərbəst həddimiz 7-dir. Burada x-in qabağında 5 durubdur. Sərbəst hədd iştirak etmir deyə 0 götürəcəm. Burada x ümumiyyətlə yoxdur deyə deməli K yoxdur. K 0-dır. Sərbəst həddimiz -2-dir. Aydın oldumu? mx topla ny topla c şəklində verilən xətti funksiyada k və b-ni tapmaq üçün onu kx topla b şəklində gətirmək lazımdır. Yəni bunu bizdə xətti funksiyanı belə ümumi şəkildə, buna düz xəttlər ailəsi deyirlər. Ümumi şəkildə verəndə k və b-ni tapmaq üçün onu başlanğıc vəziyyətə 7-ci sitədə keçirmişik. Kx topla b xətti funksiyadır. Onu bu formaya gətirmək lazımdır. Həmən bir dənə nümunə veribdir ki, burada bucaq əmsalını tapın. Yəni bucaq əmsalını tapın deyəndə bu formada olarsa k bucaq əmsalıdır, x-in qabağında duran şey bucaq əmsalıdır. Amma ümumi şəkildə verəndə biz y-i bərabərliyin sol tərəfində təkcə saxlamalıyıq. 3y bərabərdir 4x sağ tərəfə keçdi, -4x oldu. 12 sağ tərəfə keçdi, -12 oldu. 3-ə bölsək, -4 bölünsün 3 çıxaq, 12 bölünsün 3. Yəni nəticə etibarilə oldu -3-də 4x -4. Bucaq əmsalını soruşur. -3-də 4 bucaq əmsalıdır. Yəni y bərabərdir kx topla b vəziyyətinə gətirəndən sonra bucaq əmsalı k-dır. X-in qabağında duran şey k-dır. Bu şəkildə gətirəndən sonra xətti funksiyanın xassələri təyin oblastı. Təyin oblastı nəyin aldığı qiymətlərdir? X-in ala biləcəyi qiymətlərdir. Yəni burada xətti funksiyada, burada kx topla b xətti funksiyasında x-ə hər şey verə bilərsiniz. X-in ala bilməyəcəyi qiymət yoxdur. Niyə? X niyə hər şey ala bilər xətti funksiyada? Kökün altında deyil, kəsrin məxərcində deyil, loqaritmanın qabağında deyil. Yəni x hər şey ala bilər. Qiymətlər çoxluğu mənfi müsbət sonsuzluqdur. Yəni xətti funksiya mənfi qiymətlər də ala bilir, müsbət qiymətlər də ala bilir, sıfır da ala bilir. K müsbətdirsə funksiya artandır, K mənfidirsə azalandır. Bunu artma azalma adətən 10-cu sinifdə keçirilir. Xətti funksiya üçün əzbərdən bilə bilərsiniz. K müsbətdirsə artan, mənfidirsə azalandır. Yəni y bərabərdir 2x topla 1 artandır. Y bərabərdir -3x topla 1 azalandır. Yəni K-ya görə baxacağıq. Amma ümumiyyətlə nə desəniz artan nə deməkdir? X böyüdükcə y də böyüyürsə, x kiçildikcə y də kiçilirsə funksiya artan, əks halda azalandır. Nə deməkdir əks halda? X böyüdükcə y kiçilirsə, x kiçildikcə y böyüyürsə funksiya azalan funksiyadır. Məsəl üçün yoxlamaq üçün özünüzə buradan x-ə 3 dənə müsbət qiymət verin. Yəni x-ə 3 dəfə artan qiymət verin. Görəcəksiniz y-in qiyməti də artır. X-ə 3 dənə azalan qiymət verin. Görəcəksiniz y-in də qiyməti azalır. O zaman funksiya artmaq deməkdir. Davam edirik. Xətti funksiyanın qrafiki absisinin müsbət istiqaməti ilə sağa bax. İti bucaq əmələ gətirirsə k müsbət, kör bucaq əmələ gətirirsə k mənfidir. Sağa bax nə deməkdir? Qrafikin həmişə bu sağ tərəfinə baxacağıq. Aydın olarmı? Qrafikin xətti funksiyanın həmişə sağ tərəfinə baxacağıq. Xətti funksiyanın qrafikin həmişə sağ tərəfinə baxacağıq. Absisinin müsbət istiqaməti ilə yazılır elmi dildə. Mən uşaqlar daha anlasın deyə o formada yazmışam. Sağa bax. Yəni qrafikin sağ tərəfinə baxacağıq həmişə. Absis oxu ilə, x oxu ilə. İti bucaq əmələ gətirirsə k müsbətdir. Kör bucaq əmələ gətirirsə k mənfidir. Bunu öyrənək. Elə bu xassəni oxuyandan sonra istəyirəm ki, bir dənə B-nin işarəsinə baxaq. Y oxunu kəsdiyi nöqtə 0B-dir. Yəni y oxunu harda kəsirsə, bax o B-dir. Bax y oxunu harda kəsirsə, həmən nöqtə B-nin elə özüdür. İndi şagirdlər diqqətlə baxaq. Bu xətti funksiyanın qrafikidir. Xətti funksiyanın qrafiki həmişə düz xəttdir. Sağa baxırıq. Yəni gözə yarı bilirik ki, bu iti bucaqdır. İti bucaqdırsa k müsbətdir. Y oxunu yuxarıda kəsib. Bura 0 nöqtəsidir. 0-ın üstündə kəsibsə, deməli B müsbətdir. Y oxunu kəsdiyi nöqtə B-dir. Sonra həmən bu xətti funksiyanın qrafikidir. X oxunu kəsdiyi nöqtədə sağa baxıram, bucağın 2000 körmü gözə yarı ölçürəm.
Bu çorbucaqdır. Çorbucaqdırsa qaydaya görə K mənfidir. Burası 0 nöqtəsidir. Y oxunu kəsdiyi nöqtə də yuxarıdadır. 0-ı yuxarı çəksə deməli B müsbətdir. Y oxunu kəsdiyi nöqtə B-nin işarəsini təyin edir. Həm də qiymətini təyin edir. Yəni bura 7 yazsa biləcəm ki, B-nin qiyməti 7-dir. Aydın olur mu? Bura mənfi 3 yazsa biləcəm ki, B-nin qiyməti mənfi 3-dür. Y oxunu kəsdiyi nöqtə B-ni təyin edir. Yenə qrafik çəkirəm üstündən xətt. Sağa baxıram. X oxunu kəsdiyi nöqtədə nöqtənin özünə baxmırsan. İti bucaqdımı, kör bucaqdımı ona baxırsan. Bax, bura mənfi kəsdən uşaqlar deyir ki, mənim K mənfidir ona görə. Xeyr, orada qiymətinin mənfi olmasına əhəmiyyəti yoxdur. X oxunu kəsdiyi nöqtədə bucağın itiliyinə və körlüyünə baxırsan. Bu bucaq kör bucağa oxşayır. Kör bucaqdırsa qayda nə deyir? K mənfidir. Y oxunu 0-ın altında kəsibdir. Deməli, B mənfidir. Aydın olurmu? Baxın şagirdlər. Sağa baxırıq. Bu iti bucağa oxşayır. Gözə yarı. Deməli, K müsbətdir. Y oxunu 0-dan aşağıda kəsibdir. Deməli, B mənfidir. Y oxunu kəsiyi nöqtə B-dir. Davamını oxuyaq burada. Deyir ki, B 0 olduqda KX koordinat başlanğıcından keçən və düz imtahan əsası qadlanır. Deməli, şagirdlər, axı Y oxunu kəsiyi nöqtə B-dir. Yuxarıda kəsirsə B müsbətdir, aşağıda kəsirsə B mənfidir axı. Axı, koordinat başlanğıcından keçəndə burada B koordinat başlanğıcı keçsə də, yəni B orada yoxdur, B 0-dır. Yəni B 0 olanda qrafik KX formasında olur. Və bu da koordinat başlanğıcından keçən düz mütənasib asıllıq adlanır. Yəni bu növbəti sualımızda şagirdlər B 0-dır. Sağa baxırıq yenə. Bu bucaq iti bucağa oxşadığına görə K müsbətdir. Yenə şagirdlər koordinat başlanğıcı keçir. O zaman bu nöqtədə B 0-dır. Sağa baxırıq. Düz xəttin apsis oxu ilə əməl gətirdiyi bucağın sağ tərəfinə baxırıq. Bu bucaq kör bucağa oxşadığına görə K mənfidir. Bunlar öyrədici suallar idi. Yəni Y bərabərdir KX funksiyasında, axırıncı qaydamız deyir ki, KX funksiyasında K müsbət bir mənfi 1 olarsa, Y bərabərdir X və yaxud Y bərabərdir mənfi X koordinat hüblərinin tənbüləni olur. Y bərabərdir KX hardan keçir? Y bərabərdir KX koordinat başlanğıcı keçən düz xəttir. Koordinat başlanğıcından B-yə də keçə bilər, koordinat başlanğıcından B-yə də keçə bilər, düzdürmü? K 1 olanda Y bərabərdir X olur, koordinat başlanğıcından keçən tənbülən olur. Y bərabərdir KX də K-nın yerinə 1 qoyanda Y bərabərdir X olur mu? K 1-dir də burada. Bu koordinat hüblərinin tənbüləni olur. Yəni 45-45 olur. K burada müsbət 1. Yəqin ki, hardasa o tip suallarda ki, var istifadə olunacaqdır. Davam edirik. Y bərabərdir KX topla B xətti funksiyasında K bucaq əmsalı üçün K bərabər tangensial bərabərliyi ödənilir. K tangensialfiyə bərabərdir. Trigonometriyada məlum olanlar üçün bu bucaq tangensialfiyə niyə bərabərdir? Buradakı alfa qarşıdakı katetin bitişik katetə nisbəti. Y-in X-ə nisbəti. Ona görə tangensialfiyə bərabərdir. K-nın özünə bərabərdir. Yəni K-nı tapmaq həm də tangensialfiyanı tapmaq deməkdir. Daha sonra xətti funksiya və ümumi düz xətt şəklində verilən xətti funksiyanın qrafikini qurmaq üçün X-ə 0 verib, Y oxunu kəsdiyi nöqtəni tapırıq. Y-ə 0 verib, X oxunu kəsdiyi nöqtəni tapırıq. Həmin nöqtələrdən düz xətt kəsilir. Çox vacib qaydadır bu şagirdlər, təkrar oxuyuram. Bu şəkildə xətti funksiya və yaxud da ümumi şəkildə xətti funksiya verilərsə, bizə bunun qrafikini qurmaq tələb olunursa, yəni xətti funksiyanın qrafikini çəkmək üçün X-ə 0 verirsən özündən, X-in yerinə 0 qoyursan, Y oxunu kəsdiyi nöqtəni tapırsan, Y-ə 0 verirsən, X oxunu kəsdiyi nöqtəni tapırsan, həmin nöqtələrdən düz xətt kəsilirsən. Getdik indi suala. Deyir ki, qrafik hansı rüblərdən keçir? Birinci sual işləyirəm. İstənilən formada xətti funksiya üçün özündən X-in yerinə 0 verirsən ki, niyə X-ə 0 veririk? Y-i kəsdiyi nöqtəni tapmaq üçün. 3 vur 0 topla 4Y minus 24 bərabərdir 0-a. 3-ü 0-a vuranda 0 elədi. 24 keçdi sağ tərəfə. Y bərabərdir neçəyə? 6-ya. Deməli, bizim qrafikimiz gözə yarı çəkirəm təqribən. Y-i 6-da kəsir. Y oxunu 6 nöqtəsində kəsir. Buraya yazdım 6. Bizə X-ə 0 verdik hə özümüzdən. Y-i kəsdiyi yeri tapdıq. İndi Y-ə 0 veririk ki, görək X harada kəsir. 3x topla 4 vurulsun 0 minus 24. 4'ü 0'a vurdum getdi. 24 sağ tərəfə keçdi.
X oldu 24 bölü 3, 8. Deməli, X yaxını təqribən 8-ə kəsir. Bura bir dənə 8 nöqtəsi qoyuram. Deməli, X-i burada kəsir. Qayda deyir ki, həmin nöqtələrdən düz xətt keçirdirik. Yəni, X oxun kəsir nöqtədən, bir də Y kəsir nöqtədən düz xətt keçirdirik. Deyir ki, qrafik hansı rüblərdən keçir? Adlandıraq birinci rüb, ikinci rüb, sadə qəbrin əks istiqamətində rüblər nömrələnir. Üçüncü rüb, bir də dördüncü rüb. Deməli, cavabımız nə olacaq? Qrafik hansı rüblərdən keçir? Birinci rüb, ikinci rüb, bir də dördüncü rüb. Qrafik 1, 2 və 4-dən keçdi şagirdlər. İstənilən xətti funksiyanın qrafikini bu formada çəkməyi vərdiş edək. Buna çoxlu suallar olacaq. Bizə indi növbəti sualımızda bir dənə rəngi dəyişim ki, maraqlı olsun. Bunun qrafikini çəkməmiz. Əslində, bunun qrafikini çəksək, biz X oxunun kəsdiyi nöqtəni və Y oxunun kəsdiyi nöqtəni tapa biləcəyik. Aydındır. Qrafik çəkmənin qaydası nə idi? Özümüzə X-də 0 verir ki, Y-i harada kəsdiyinə baxaq. 2Y bərabərdir 3 vur 0 minus 6. 3'ü vurdum 0'a 0. 0'dan 6 çıxdı mənfi 6. Y bərabərdir mənfi 3. Deməli, Y-i kəsdiyi yer, Y oxu burada mənfi 3-də kəsir. Deməli, B bərabərdir mənfi 3-dür. Daha sonra nə edirdim? X-ə 0 verəndən sonra Y-ə 0 verirdik ki, görək X-i harada kəsir. Y-in yerinə 0 qoyaq. 2 vur 0 bərabərdir 3x çıx 6-ya. 0 bərabərdir 3x çıx 6. Mənfi 6 bu tərəfə keçər. Müsbət olar. X taparam 2. Deməli, X kəsdiyi yer, X oxunu kəsdiyi yer 2-dir. Deməli, A isə 2-dir. A çıx B-ni soruşur. 2 çıx mənfi 3. Cavab olacaq 5. Qaydanı əzbərdən bilin. X-ə 0 veririk, Y-i kəsdiyi yer tapmaq üçün. Y-ə 0 veririk, X-i kəsdiyi yer tapmaq üçün. Qaydamızı davam edirik. Koordinat başlanğıcından keçməyən xətti funksiyanın qrafiki verilərsə, K və B əmsalları aşağıda kimi tapılır. Koordinat başlanğıcından keçməyən xətti funksiyanın qrafiki verilərsə. Koordinat başlanğıcından keçməyən xətti funksiya, yaxşımı? Yəqin koordinat başlanğıcından keçənə aid bir yerdə qabağımıza çıxacaqdır. Koordinat başlanğıcından keçməyən xətti funksiyada birinci üsulumuz budur. Y oxunun kəsdiyi yer B-ni bildirir. Bəli, Y oxunu harada kəsirsə B-dir. K isə mənfi Y böl X düsturundan tapılır. Demək, bu qaydadır. Qayda kimi gedirik. İkinci usul isə Y və Y oxunun kəsdiyi nöqtələri həmən xətti funksiyanın təliyində yerinə qoyub sistem təliyi həll edəcəyik. Mən hər iki usuldan işləyim, sizə hansı rahatdır onu öyrənək. Tamam. Əla. Davam edirik. Qaydanı da belə edirəm ki, görəsiniz. Şagirdlər, birinci üsuldan işləyirəm hələ ki. Qayda deyir ki, Y oxunun kəsdiyi yer B-dir. Bəli, həmişə belədir. B-nin işarəsini tapırdıq burada. Y oxunu burada kəsir, B müsbət. Y oxunu burada kəsir, deməli B mənfidir. İndi Y oxunu 6-da kəsir. Deməli, B 6-dır. K isə mənfi Y böl X. Yəni, Y-i kəsiyi nöqtə böl X-i kəsiyi nöqtə. Mənfi Y-i kəsiyi nöqtə 6 böl X-i kəsiyi nöqtə mənfi 2. Mənfini aparacaq, K olacaq 3. Su. B çıx 2K-nı soruşur. B-miz 6 çıx 2 vurulsun K. Yəni 3. 6 çıx 6. Cavab oldu 0. İkinci sualda yenə bayaqki kimi birinci üsuldan işləyirəm. Y oxu kəsdiyi yer B-dir. Onda B 3-dür. K isə mənfi Y-i kəsdiyi nöqtə böl X-i kəsdiyi nöqtə. Mənfi Y-i kəsdiyi nöqtə 3, X kəsdiyi nöqtə 6-dır. K oldu mu? Mənfi 2-də 1. Soruşur K topla B. K topla B. Mənfi 2-də 1 topla 3. Mənfi 0,5 topla 3. 2,5 olar. İndi isə mavi rənglə ikinci üsuldan işləyirəm. İkinci üsuldan xoş gələnlər ikinci üsula baxa bilərlər. Xoş gəlməyənlər videonu qabaq edib videonun davamına baxa bilərlər.
İkinci üsul deyir ki, bu praktik üsuldur şagirdlər. X oxunu və Y oxunu kəsdiyi nöqtələri X oxunu mənficə kəsir. O nöqtənin koordinatları -2 0-dır. Y oxunu 6-da kəsir. Y oxunu kəsiyinə görə həmən nöqtədə X 0-dır, Y 6-dır. Axı Y ox kəsir, orada X yoxdur. Həmən nöqtəni deyir, KX topla B-də yerinə qoy. Bu düz xəttin tənliyi olduğuna görə, əlbəttə ki, KX topla B-də yerinə qoyacam da. Deməli, Y bərabərdir KX topla B. X-in yerinə 0, Y-in yerinə 6 qoyuram. 6 bərabərdir K vurulsun 0 topla B. Deməli, B bərabərdir 6. K-nı vurduq 0-a, getdi 0-a, B bərabərdir 6 tapıldı. -2 0 yerinə qoyuram həmin nöqtədə. X-in yerinə -2, Y-in yerinə 0. Y-in yerinə 0. 0 bərabərdir K vurulsun -2 topla B. Artıq B-ni tapmışıq axı. 0 bərabərdir -2K topla B-nin yerinə qoydum 6. -2K sol tərəfə keçdi, müsbət oldu. K tapıldı 3. Gördüyünüz kimi, bayaqki kimi K3, B6 tapıldı. Eyni qayda ilə Y oxunu kəsir 3-də. Deməli, bura 0, 3-dür. Y var, X yoxdur. X yoxdur, deməli 0-dır. 6 nöqtəsində X kəsir, deməli X 6-dır, amma Y yoxdur. Deməli Y 0-dır. X-in yerinə 0, Y-in yerinə 3 qoyuruq. Harada? Hansı funksiyanın tənliyidir? KX topla B-də. Deməli, Y-in yerinə 3 qoyuram. 3 bərabərdir K vurulsun 0 topla B. K-nı 0-a vuranda 0 eləyər. Buradan B tapıldı 3. Sonra X-in yerinə 6, Y-in yerinə 0 qoyuram. 0 bərabərdir K vurulsun 6 topla 3. Deməli, 6K, B-ni 3 qoyduğunda birbaşa yerinə. 6K sol tərəfə keçdi, mənfi oldu. K bərabərdir 3 bölünsün -6. 3-ü də -6-ya böləndə -2-də 1. Gördüyünüz kimi K -2-də 1 tapıldı, B 3 tapıldı. Bayaqki üsuldan eyni nəticə alındı. Mən adətən birinci üsuldan işləyirəm, nədənsə. Deməli, bizim funksiyamızı uzatsaq, gördüyünüz kimi bu, koordinat başlanğıcından keçən xətti funksiyadır. Gördüyünüz kimi, bizə onun sadəcə müsbət tərəfini veribdir. Xoşuma gəlmədi. Koordinat başlanğıcından keçən xətti funksiyadır. Koordinat başlanğıcından keçən xətti funksiyanı qaydada izah eləmişik ki, B bərabərdir 0 olduqda, Y bərabərdir KX düz mütənasib asılıq adlanır və qrafiki koordinat başlanğıcından keçir. Aydındır. Yəni, qayda çox vacibdir. Qaydaya tam hakim olmalısınız ki, funksiya sizin üçün asan bir şey olsun. Əvvəlcə qrafika baxan kimi görürəm ki, hər iki funksiya fx-də kx şəklindədir, gx-də kx şəklindədir. İndi ikisində də k deməyim də, birinə k deyim, birinə a deyim. Yəni, bunların sərbəst ədləri yoxdur, çünki koordinat başlanğıcından keçir. Fx funksiyasının bu nöqtəsinin koordinatları 20, 16-dır. Yəni, 20, 16. X-in yerinə 20 qoyacaqsan, 16-ya bərabərləşdirəcəksən. Yəni, 16 bərabərdir. K vurulsun 20. Buradan K bərabərdir 16 bölünsün 20. Yəni, 4-ə ixtisar getsə 5-də 4. Onda K-nı tapdıqsa, deməli, fx funksiyamız kx, yəni 5-də 4x şəklində imiş. Gx nöqtəsi, funksiyası 30, 10 nöqtəsindən keçir. Yəni, x-in yerinə, y-in yerinə qoy. Y dediyimiz gx-dir burada. 10 bərabərdir a vurulsun 30. Buradan a bərabərdir 10 bölünsün 30. Yəni, 3-də 1. Qaytarıb yerinə qoysan a-nın qiyməti, deməli, 3-də 1 x şəklindədir gx funksiyamız. Deyir ki, neçə dəqiqə sonra iki şagirdin oxuduğu səhifələrin sayı 70 olur, 170 olar. İndi izləyin şagirdlər. X oxuna dəqiqə deyibdir, zaman deyibdir. Neçə dəqiqə sonra deməli bizə nəyə soruşur? X-i soruşur. Neçə dəqiqə sonra dəqiqə nəyə aiddir? X-ə, deməli X-i soruşur. Səhifələrin sayı 170 olar. Səhifələrin sayı hara yazılıbdır? Y oxuna. Deməli,
səhifələrin sayları, ümumi səhifələrin sayları 170 olar. Yəni fx-la jx-in ümumi səhifələrinin sayı, axı səhifə y oxuna yazılıbdır. Y-lər də fx-lə jx-i də 170 olar. Aydındır. İndi burada fx-in qiyməti 5-də 4x-dir. Jx-in qiyməti 3-də 1x-dir. Bərabərdir 170 olar. Bunu burada yazmağa çalışıram. 5-də 4 ilə 3-də 1-ə ortaq məxrəc 15. Deməli 12 topla 5. 15-də 17 x eləyəcək. 170. Buradan x bərabərdir 170-i 15-də 17-yə bölmək. 17-də 15-ə vurmaq deməkdir. X olacaq 10, o da 150. 150. Neçə dəqiqə sonra? 150 dəqiqə sonra. X oxu zaman yazıldığına görə dəqiqəni göstərir. Yəni x tapmaq, dəqiqəni tapmaq deməkdir. Qrafikdə test tapşırıqlarını eyni gündə yerinə yetirməyə çalışan Şahin və Bəhruzun hər günün sonunda qalan sual sayları günlərə görə dəyişməsi verilmişdir. Deməli, bu isə xətti funksiyadır. Bunu mən belə uzatsam, gördüyünüz kimi xətti funksiyadır. Amma koordinat başlanğıcından keçməyən xətti funksiyadır. Koordinat başlanğıcından keçməyən xətti funksiyada bayaqlar 2 üsulla öyrətdim. Birinci üsul, ikinci üsul. Aydındır. Birinci üsulla işləyirəm. Xatırlayaq. Y onu harada kəsirsə B-dir. Birinci üsul budur. Y onu harada kəsirsə B-dir. K isə mənfi Y bölü X-dən tapılır. Şahin üçün funksiyanın tənliyini qururam. Hər ikisi xətti funksiyadır. Y onu harada kəsir Şahin? B-də. 2400-də. Deməli, B, ümumiyyətlə hər iki adamın funksiyası Kx topla B şəklindədir. Çünki qrafik koordinat başlanğıcından keçmir. Yəni K-da var, B-də var. Düz xəttin qrafiki Kx topla B-də də. B 2400-dür. K necə tapırdım? Mənfi Y oxun kəsdiyi nöqtə böl X oxun kəsdiyi nöqtə. Yəni mənfi 2400 böl 20. K oldu mənfi 12, bu da 0. K 120. Onda Şahinin tənliyi olacaq. Y bərabərdir. Kx topla B-də yerinə qoyuruq. Mənfi 120 x topla 2400. Bu oldu Şahinin tənliyi. Eyni şeyi Bəhruz üçün eləyirəm. Bəhruz Y oxunu 1800-də kəsir. Deməli, Bəhruzun B-si sərbəst həddi 1800-dür. K isə mənfi Y kəsdiyi nöqtə bölünsün X kəsdiyi nöqtə. Mənfi Y bölü X üstündən tapıram. K oldu mu mənfi 1800 bölündə 6, 60. Düz dedim? Bəli. Deməli, Bəhruzun tənliyi olacaq. Y bərabərdir. Kx topla B. Gətirib burada yerinə qoysan. Yəni, mənfi 60 x topla 1800. Bəhruzun tənliyini qurduq. Neçənci günün sonunda gün nə yazılıbdır? X oxuna yazılıbdır. Deməli, neçənci günün sonunda deyəndə bizdən X-i soruşur. Şahin və Bəhruzun sual sayları bərabər olar. Sual sayı hara yazılıbdır? Y oxuna yazılıbdır. Deməli, sual sayları, Şahinin sual sayı mənfi 120 x topla 2400. Üstə gələk, bərabər olar deyir. Bərabər olarsa, bərabərdir. Bəhruzun sual sayı mənfi 60 x topla 1800. Mənfi 20 x, mənfi 60 sol tərəfə keçsə, müsbət 60 olar. 1800, 2400 sağ tərəfə keçsə, çıx 2400 olar. Mənfi 60 x bərabərdir. 1800, 200 oradan, 400 oradan. Mənfi 600, mənfilər getdi. 60 x bərabərdir. 600-dən 0-ın birini silsək, x bərabər olar 10-a. Neçənci günün sonunda, 10-cu günün sonunda. Bütün bunları başqa yolla, tənasib qurmaqla da eləmək olur. Ətraflıda məsləhət görərdim ki, funksiya yolundan eləyəsiniz. Tənasib qurmaqla da bal verirlər, bəli, problem yoxdur. Xətti funksiyanın qrafiki verilibdir. Biz xətti funksiyanın qrafiki veriləndə K və B-ni tapmağı bilirikmi? Apsis oxunun müsbət istiqaməti ilə sağa bax qaydasına görə kör bucağı mənə gətirirsə,
K mənfidir. Y oxunu kəsilən nöqtə B-dir. Y oxunu sıfırdan yuxarıda kəsilsə B müsbətdir. K budur, B budur. Kx topla B. Kx-lə misalıdır. Yəni 2 minus 12 mənfidir. B sərbəsəddir. Yəni 3m çıx 9 müsbətdir. 9 buraxışa bu tip suallar gəlir. Bərabərsizliyi həll eləyəcəyik. M kiçikdir 12 bölü 6. Bu bərabərsizliyi həll eləyəcəyik. 9-u böldük 3-ə 3. Deməli, M 3-dən böyükdür, 6-dan kiçikdir. 3-dən böyük, 6-dan kiçik. 4, 5, 4-dən 5. M-in ala biləcəyi qiymətlərin cəmi 4 topla 5, 9-dur. Sonra yenə xətti funksiyanın qrafikidir. Gördüyünüz kimi, apsis oxunun sağ tərəfinə baxmaqla bu iti bucaqdır deyə K müsbət, Y oxunu harada kəsirsə B-dir, B də müsbətdir. K x-nə misalıdır. B sərbəsəddir. Deməli, bu K-dır, bu B-dir. X-nə misalı 2m minus m kvadratı üstə gələk 15. Müsbətdir. B 7m minus m kvadratı minus 6. Böyükdür 0-dan. Ümumiyyətlə, kvadrat bərabərsizlikdə kvadratın qabağında mənfi gördünüz, mənfiyə vurun. Bu 9-cu sinifdə keçirilir, bu bərabərsizliyin həllini ancaq 9-lar keçirirlər. Kvadratik bərabərsizlik. Kvadratın qabağında gördük, hər bir həddi mənfiyə vururuq. Mənfiyə vuranda işarə dəyişir. Mənfi 15 işarə dəyişir, olur kiçikdir 0-dan. Sonra isə köklərini tapırsınız. Köklərinizi diskriminantla və ya vietlə tapa bilərsiniz. Mən vietlə tapıram. Kökləri cəmi 2, hasili mənfi 15 eləyər 5 və mənfi 3. İntervallar üsulu ilə həll eləməlisiniz bərabərsizliyi. Əks halda yanlışdır. Mənfi 3, 5. Ətrafında bunların intervallar üstünə eləməsəniz balınızı kəsəcəklər. Köklərin tapılma prosesində göstərməlisiniz. Kvadratın qabağı müsbətdirsə, böyük ədədin sağ tərəfinə müsbət işarəsi qoyub, növbəti işarələri ardıcıl düzürsən. Müsbətdən sonra mənfi, mənfidən sonra müsbət. Bu formada ardıcıl düzürsən. Kiçikdir 0 o deməkdir ki, bax bu işarə nəyə göstərir? Kiçikdir işarəsi mənfi aralığını cavab kimi götürəcək göstərir. Yəni mənfi 3 ilə 5-in arası. İkincinin də hər bir həddini mənfi 1-ə vururam. Kvadratın qabağında mənfi gördünüz. Mənfi 1-ə vurun. O zaman işarə dəyişəcək. Köklərini tapırsınız vietlə və yaxud da diskriminantla. Deməli, cəmi 7 hasil 6, 1 və 6. İnterval üsulu həll etməsən, balınızı kəsəcəklər. Mütləq bilməli şəkildə interval çəkilməlidir. Şifahi bilirəm, cavab 1-6 arası götürəcəksiniz. Amma həlli yazılmalıdır. Baş əmsal, kvadratın qabağı müsbətdirsə, ən böyük ədədin sağ tərəfində müsbət işarəsi qoyub, növbəti işarələri ardıcıl növbələşdirirsən. Kiçikdir 0 o deməkdir ki, cavab mənfi aralıq götürüləcək. Yəni, bunun cavabı oldu 1-6. İndi burada da m var deyə, burada da m var deyə hər ikisini ödəyən bərabərsizliyi görmək üçün yenidən ədəd oxu çəkirəm. Mənfi 3 ilə 5-in arasını rəhləyirəm. Mənfi 3 ilə 5-i soldakının cavabı. Sağdakının cavabı 1 ilə 6-nın arasını rəhləyirəm. Rəhlədiyim zaman kəsişmənin hara düşdüyünü görürəm. Cavab 1, 5 arası. Ala biləcəyi qiymətlərin cəmi 1 ilə 5-in arasında 2, 3, 4 var. Bu formada axıra kimi həll edirik. Ətraflıya bu tip suallar düşür. Bu tip suallar sizi qorxutmamalıdır. Ətrafında yüksək bal yığmaq istəyənlər ətrafında bu tip suallarla baş eləməyə bacarmalısınız. Bunlarla baş eləməyə yeganə yolda dəfələrlə eyni tip suallardan dəfələrlə işləməkdir. Y bərabərdir Kx funksiyasında K əmsalı modulda böldükcə qrafik Y oxuna yaxınlaşır, yəni sıxılır. Yəni Y bərabərdir AX və BX. İkisi də gördüyünüz kimi koordinat başlanğıcından keçir. Y oxuna ən yaxın olan ən böyükdür. Yəni gördüyünüz kimi burada A B-dən böyükdür. Mənfi olanda, bucaq əmsalı mənfi olanda qrafik 2-ci, 4-cü rübdə yerləşir.
Mənfi olan halda tərsinədir. Y oxuna ən yaxın olan daha kiçikdir. B kiçikdir C-dən. Deməli, qrafik koordinat başladığından keçir. Müsbət halda Y oxuna ən yaxın olan ən böyükdür. Modulca böyüklüksə deyir. Yəni, mənfisinə fikir vermədikdə mənfi olan halda qrafik Y oxuna ən yaxın olan ən kiçikdir. Yəni, tutaq ki, bu 10x-in qrafikidir. Bu da 2x-in qrafikidir. Gördüyünüz kimi, əmsalı ən böyük olan Y oxuna ən yaxın olandır. Qrafik seçib baxa bilərsiniz. Bu mənfi 10x-in qrafikidir. Bu isə mənfi 5x-in qrafikidir. Sizcə hansı böyükdür? Mənfi 5 daha böyükdür, deyilmi? Ona görə də mənfilərdə tərsinə olur. Y oxuna uzaq olan daha böyük olur. Məqsəd burada əmsalları müqayisə eləmək idi. Sonra kx topla b xətti funksiyasında k 0 olarsa, y qalacaq sadəcə y bərabərdir b. Bu da isə sabit funksiyasıdır. K 0 olanda, yəni iti bucaqda yoxdur, çöl bucaqda yoxdur. Qrafik apsis oxuna paralel olan düz xəttdir. B 0-dan böyük olanda qrafik yerləşir 1-ci, 2-ci rüblərdə. B mənfi olanda qrafik yerləşir 3-cü, 4-cü rüblərdə. Bu ancaq k 0 olan halında mümkün olur. Qrafik x oxuna paraleldirsə, deməli burada k yoxdur. İti bucaq olsaydı k müsbət olardı. Çöl bucaq olarsaydı k mənfi olardı. Deməli, x oxuna paraleldirsə, deməli k 0-dır. 1-ci, 2-ci rübdə yerləşir. Çünki burada y oxun kəsin nöqtə b-dir axı. Deməli, burada b müsbətdir. 3-cü, 4-cü rüblərdə yerləşir. Deməli, burada y oxunu 0-ın altında kəsibdir. Deməli, burada b mənfidir. Məqsəd burada k-nı və b-ni tapmaq deməkdir. Yəni, əzbərləməyin ki, bunu əzbərləsəndə şagirdlər bir həftəyə yaddan çıxır. Bunlar əzbərləmək olmaz. Bəzi şagirdlər belə əzbərlərlər ki, k0 b müsbətdirsə 1-2-də yerləşir, k0 b mənfidirsə 3-4-də yerləşir. Yəni, bu kəsinliklə əzbərlənməsi kimi deyil. Bəs necə yadda saxlayacağıq? Dedim, y oxuna, qrafik x oxuna paraleldirsə, deməli, burada bucaqdan söhbət gedə bilməz. İti bucaqda müsbət, çöl bucaqda mənfi deyildir. Deməli, burada k yoxdur. Deməli, k 0-dır. Y oxun harada kəsirsə, bu b-dir, bu qaydadır. Y oxun kəsir nöqtə b-dir. 1-ci, 2-ci rübdə deyilsə, deməli, b müsbətdir də. Çünki yuxarıda kəsirsə yaxı. 3-4-də deyilsə, deməli, b mənfidirsə, çünki qrafik aşağıda, y oxun aşağıda kəsirsə yaxı. Bu formada. X bərabərdir a, yəni x bərabər ədəd olanda, qrafik y oxuna paralel olan düz xəttir. Misal üçün, bura 5 yazsaq, bu x bərabərdir 5 düz xəttinin tənliyidir. Misal üçün, bura mənfi 2 yazsaq, bu x bərabərdir mənfi 2 düz xəttinin tənliyidir. Yəni, x bərabərdir ədəd ücret funksiya deyil. Buna düz xətt deyirlər. Düz xətt x bərabərdir ədəd formasında verilən düz xətt y oxuna paraleldir. Deməli, deyir ki, qrafik yalnız 1-ci, 2-ci rüblədə yerləşir. Xətti funksiyanın qrafiki necə ola bilər ki, ancaq 1-də 2-də yerləşsin? Baxın, görsəl formalaşdıraq, yadda qalsın. Yəni, bunu əzbərləməyin. Xətti funksiyanın qrafiki ancaq və ancaq 1 və 2-ci rübdə yerləşir. Deməli, bu formadadır. Bu formadadırsa, deməli, x oxuna paraleldir. İti bucağı əmələ gətirmir, çöl bucağı əmələ gətirmir. Deməli, k-dan söhbət gedə bilməz. K 0-dır. Y oxunu 1-ci, 2-ci rübdə dediyinə görə, deməli, yuxarıda kəsir. Deməli, burada b müsbətdir. Deməli, k-nın yerində duran şeyi 0-a bərabərləşdirəcək. Bax, bu k-nın yerində durubdur. Bu isə b-nin yerində durubdur. A kvadratı çıx 8a topla 12 0-a bərabərləşdirəcəm. B-nin yerində duran şey 16 minus a kvadratı böyütü 0-a. Ümumiyyətlə köklərini tapıram. Kökləri cəmi 8, hasılı 12. 2 və 6 cəmləyəndə 8, hasılı 12 düzdür. Sonra bu isə bərabərsizlikdir. Bunu şifahi tapmayacaq. Yəni 2 və 6-ını gətirib yerinə qoyub eləyə bilərsiniz. Amma bərabərsizlikdə ətraflı sual düşübsə, bunu 4 çıx a vurulsun 4 plus a kimi və yaxud da belə eləyək də. A kvadratın qabağını mənfi gördünüz, mənfi 1-ə vururuq. A kvadratı çıx 16 kiçikdir 0-a. Sonra bərabərsiz həll eləmək üçün onu 0-a bərabərləşdirib köklərini tapırıq. Bunun kökləri olacaq plus minus 4. Bərabərsizlik işarəsi varsa, kvadrat bərabərsizlikdən söhbət gedir. Mütləq intervalı çəkilməlidir. Kvadratın qabağı müsbətdirsə, ən sağa müsbət qoyub, müsbət, mənfi, müsbət yazacağıq. Kiçikdir 0 o deməkdir ki, mənfi 4 ilə 4-ün arası cavabdır.
Deməli biz 2 və 6 tapmışdıq. Hansı bu aralığa daxildir? Bu aralığa cavab olaraq 2 götürəcəyik. 2 bu aralığa daxildir. 2 daxildir mənfi 4 ilə 4-ün arasında ona görə. Yəni cavabın 2 və 6 olduğunu bu bərabərliyi həll edəndən sonra ortaya çıxır. Amma götürüb A-nın yerinə 2 qoysanız, görsəniz ki, bu bərabərliyi ödəyir. O formada yoxlamaqla götürsəniz, sizi balınızı kəsə bilərlər ki, siz 2-nin və 6-nın bərabərliyi ödəməyini seçmə üsulunu həll eləmişsiniz. Qrafik 3-4-də yerləşir. Görək ki, xətti funksiyanın qrafiki necə ola bilər ki, ancaq 3-4-də yerləşir. Xətti funksiyanın qrafiki 3-4-də ancaq bu formada yerləşə bilər. Deməli, x oxunu kəsmir. X oxunu kəsmirsə, yəni iti bucağına gətirmir, kör bucağına gətirmir. Deməli, K 0-dır. Y oxunu kəsin nöqtə B-dir. Deməli, B aşağı kəsinə görə B mənfidir. K-nın yerində duran şey nədir? A kvadratı çıx 8A topla 15. Deməli, nədir? Bərabərdir 0-a. Y teoreminə görə bunun kökləri cəmi 8, hasili 15, 3 və 5-dir. B-nin yerində duran şey A kvadratı çıx 16-dır. A kvadratı çıx 16 kiçikdir 0-dan. Yenə bayaqki kimi bunu 0-a bərabərləşdirəcəm. Köklərini tapacağım. Plus minus 4. İntervallar üstündən həll eləyəcəm. Bir nömrəli sual bundandır. Bura mənfi 4, bura müsbət 4 qoydum. İntervallar üstü ilə müsbət, mənfi, müsbət. Niyə müsbətdən başlayırsaq tərəfimiz? Kvadratın qabağı müsbətdirsə müsbətdən başlayacaq. Kiçikdir 0 o deməkdir ki, mənfi 4 ilə 4-ün arası bunun cavabıdır. Bu bərabərçiliyin cavabıdır. 3 mi yoxsa 5 mi götürəcəyik? Hansı bu aralığa daxildir? 3 o aralığa daxildir. Ona görə cavab olaraq 3 götürüləcəkdir. Sabit funksiya. Artıq xətti funksiya burada qurtardı şagirdlər. Funksiyanın növləri var da. Xətti funksiya, sabit funksiya. Daha sonra parabolaya keçəcəyik. Deməli, C həqiqət ədəd üçün x-in ixtiyari qiymətində funksiya yenə C-yə bərabər olarsa, bu sabit funksiya adlanır. Yəni, f(x) bərabərdir C sabit funksiyadır. Misal üçün, f(x) bərabərdir 6. Bu sabit funksiyadır. Desək ki, f(2)ni tap, x yoxdur ki, yerinə 2 qoyasan. Cavab elə 6-dır. Desək ki, f-5-i tap, cavab yenə 6-dır. Nə soruşsa, cavab 6-dır. Sabit funksiya, yəni qiyməti sabitdir. X-in istənilən qiymətində cavabı sabit. Desə, f0 tap, cavab 6-dır. Aydındır. Xətti funksiyadan söhbət gedirsə ki, bunu növlərinə keçmişəm burada qeyddə. Bu qeyd işarəsidir. Xətti funksiya formasında funksiya. Bu necə funksiyadır? Xətti funksiya. Bu şəklində funksiya o vaxt sabit funksiya olur ki, K0 olsun. Yəni, x iştirak eləməməlidir. Kəsir rasional funksiya sürətdə də məxrəcdə də dəyişən olması şərtdir. Həm məxrəcdə, həm sürətdə dəyişən varsa, x varsa kəsir rasional funksiyadır. O xətti funksiya olur ki, x-in əmsalı bölünsün, x-in əmsalı bərabər olur, sərbəst ədəd bölünsün, sərbəst ədəd. Praktik yolla da öyrədəcəm bu xətti funksiyanın tapmaq üsullarını. Və əlavə bir qeyddə bizə deyir ki, f(x) sabit funksiyadırsa, x-in yerinə 0-da qoysan, 1-də qoysan, 2-də qoysan, nə qoysan, hamısı bir-birinə bərabər. Doğrudan da f2 nəyə bərabərdir? F ona bərabərdir, f0-a. Yəni, x-in yerinə nə qoysan, bir-birinə hamısı bərabərdir. Sabit funksiyada x-in yerinə nə qoysan, bir-birinə bərabərdir. İstənilən sabit funksiyada x-in yerinə bunlar kimi olursa, x-in yerinə 0 qoyub, 1 qoyub, bir-birinə bərabərləşdirə bilərsən. Bu da bir praktik üsuldur. Buna yazıram praktik üsul. İndi bir daha deyək, sabit funksiya, xətti funksiya formasında olan bir funksiya. Xətti funksiya o vaxt sabit funksiyaya çevirilər ki, K0 olsun. Görürəm ki, bizə xətti funksiya formasında verib ki, deyir ki, A-nı tapın. Deməli, K, yəni A-5 0 olsa, yəni A5 olsa, doğrudan da xətti funksiyaya çevriləcəkdir. A-nın yerinə 5 qoysanız, cavab alınacaq 2. f(x) bərabərdir 2. Sabit funksiyadır da, x olmayacaq da, x iştirak etməyəcək də, bizə A-nı soruşur deyə cavab 5-dir. Yenə xətti funksiya formasında verilibsə, xətti funksiya o vaxt sabit funksiya çevirilər ki, K olmasın. A çıx 2 bərabər olsun 0-a. A bərabər olur 2. A-nın yerinə 2 qoyanda f(x) olacaqmı? 2 çıx 2, yəni 0, topla 10. Yəni, olacaq f2 olacaq, f(x)'imiz olacaq 10. Aydındır. A-nın yerinə 2 qoyanda funksiyamız oldu, f(x) bərabərdir 10. Gördüyünüz kimi f(x) bərabərdir 10 sabit funksiyadır.
A tapmışıq. F-A-nı tapın. A neçədir bizdə? 2. F2-ni tapmaq nə deməkdir? Sabit funksiyada x-in yerinə 2 qoy deməkdir. X yoxdur ki, yerinə 2 qoyam. Yəni fx 10-dursa, f2 də 10-dur. F5 də f10 da nə desə cavab 10-dur. A topla f-a-nı soruşurmu? A 2-dir. F-a f2-dir. 2 topla f2 bizdə 10-dur da. Cavab 10 görə olur 12. Fx sabit funksiya olarsa f2 vur f10 bunlar hamısı bir-birinə bərabərdir. Axı sabit funksiya dedim x-in yerinə qoysan eyni qiymətlər alınmır. Yəni f2, f10, f30 bizə f27-ni soruşur. f2-nin yerinə f27 qoya bilərsən. Çünki bütün qiymətlər bərabərdir. f10-un yerinə də f27 qoyarsın. Dərsəm mən niyə imen f27? F27-ni soruşur deyə nə soruşsaydı onu qoyacaqdım. f30 elə f27-yə bərabərdir də. Bərabərdir -64. F27-ni 3 dəfə öz-özünə vuranda F27-nin nəyi olar? Kubu olar. -64. Nəyin kubu? -64 eləyər. -4-ün kubu. Deməli cavab -4-dür ki, kub 64 eləsin. Sabit funksiya olarsa. Bunun birinci üsulu kəsir rasional funksiyanın qaydasıdır. Kəsir funksiya o vaxt sabit funksiya olur ki, x-in əmsalı bölü x-in əmsalı bərabərdir sərbəsət bölü sərbəsət. Yəni x-in əmsalı bölü x-in əmsalı k bölü 4 bərabərdir sərbəsət bölü sərbəsət. 4 bölü -16. Çarpaz vuranda -16 k bərabərdir 16. K tapıldı -1. Bu aydındır. K tapıldı -1. X-in əmsalı bölü x-in əmsalı bərabərdir sərbəsət bölü sərbəsət. Sabit funksiyanın qaydasıdır bu, kəsir funksiyada. F5 lazımdır bizə. K-nın yerinə -1 qoyaq görək. F(x)imiz necə bir funksiyadır? K-nın yerinə -1 qoyanda -x topla 4 bölünsün 4x çıx 16. Yuxarıdan aşağıdan 4 çıxsa x minus 4 düzdürmü? Yuxarıdan -1 ortaq vuraq çıxsa x minus 4 düzdürmü? X minus 4'lər ixtisar getdi. F(x)imiz oldu -4'də 1 sabit funksiyası. Aydın deməli f(x)imiz sabit funksiyadır. K-nı tapmışıq. Gələk suala baxın indi. K plus f5. K -1'dir. K -1'dir. F5 onsuz da sabit funksiya olduğuna görə F5 yox, F100 də desə yerinə -4'də 1 qoyacağım. -1, -4'də 1, -4'də 5 olacaq ya da -1 tam 125 də deyə bilərsiniz. Belə. Bunun üçün ikinci bir üsul öyrətmək istəyirəm. Amma təəssüf ki, bunu silməli olacağım. Ekran şəklini götürüb bunu yadigar saxlaya bilərsiniz. Deməli belə şagird balalar. İkinci üsulumuz budur. Sabit funksiya dedisə, x-in yerinə nə qoyursansa qoy, qiymətlər bir-birinə bərabər olacaq. Yəni mən ən balaca qiymətləri 0-dan 1 götürürəm. F0 F1'ə bərabərdir. Niyə? Sabit funksiyadır çünki. F2, F3, F4 bunu sonsuza qədər gedə bilərsən. Yəni x-in yerinə hər hansı bir qiymət qoyub başqa bir qiymətlə bərabərləşdirirsən. Çünki sabit funksiyadır. F0 F1'ə bərabərdir. F0 nə deməkdir? X-in yerinə 0 qoy. 0 topla 4, 0 çıx 16. Bərabərdir F1. F1 nə deməkdir? X-in yerinə 1 qoy. K vur 1 topla 4, 4 vur 1 çıx 16. Aydındır. Yuxarıda 4, aşağıda -16. Burada K topla 4 böl 4 çıx 16 -12. Yəni bunları ixtisarlayıb çarpaz vurada bilərik. -4'də 1 çarpaz vuranda -4K minus 16 bərabərdir -12'yə. -4K bərabərdir 12 sağ tərəfə keçəndə 4. K bərabər olacaq -1'ə. Aydın oldu. Bayaqda K-nı -1 tapmışdıq. Qaytarıb K-nın yerinə -1 qoyanda fx olacaq
Mənfi kız topla 4 böl K'nın yerine mənfi qoymuşam da 4 kız minus 16. K'nı tapmışıq desəniz bizə mənim F5 də lazımdır. F5 tapaq da heç sabitə çevirməyək. Sabitə heç gətirməyək. O qədər sadələşdirməyək. F5 nə deməkdir? Mənfi 5 topla 4 20 çıx 16. X'in yerinə nə qoyuram? 5 qoyuram. Mənfi 1 bu da 4. Mənfi 4-dədir. K var. F5 var. Cəmini soruşur. Bu formada eləyəcəksiniz. Bu da bizim ikinci sorumuz. Birinci üsulu öyrənmək istəyənlər ikincini boş versinlər. İkinci öyrənmək istəyənlər birincini boş versinlər. Desəniz, niyə x-in yerinə 0-la qoydunuz? Fərqi yoxdur. X-in yerinə istənilən 2 qiymət qoyub bərabərləşdirə bilərsiniz. Ən asan da deyə 0-la 1 seçdim. Hiperbola funksiyası k böl x üstü n funksiyası. Gördüyünüz kimi bu funksiyanın grafikin adı hiperboladır. Grafik apsis və ordinat oklarını kəsmir. Təyin oblastı, yəni nəyin aldığı qiymətlər, x-in ala biləcəyi qiymətlər. Mənfi sonsuzdan 0-a qədər, 0-dan müsbət sonsuza qədər. Niyə? Çünki x məxəzədir deyə bir dənə 0 ala bilməz. Qalan hər şey ala bilər. Qiymətlər k bölü x funksiyasında k müsbətdirsə qrafik birinci, üçüncü rübdə yerləşir. K mənfidirsə qrafik ikinci, dördüncü rübdə yerləşir. Yəni gördüyünüz kimi burada birinci və üçüncü rüblərdə yerləşibdir deyə k müsbətdir. İkinci, dördüncü rüblərdə yerləşib deyə B mənfidir. B, K fərqi yoxdur da. Bunun grafikinin sürüşməsi isə, sağa, sola, yuxarı, aşağı sürüşməsi isə plus minus A-ya görədir və ya B-yə görədir. Yəni deyir ki, minus A plus A, o deməkdir ki, grafikin A vahid sağa, sola, minus A sağa, plus A soladır. B vahid yuxarı, aşağı, plus yuxarıdır, minus aşağıdır. Mən sizə bunu göstərə bildiyim qədər göstərim. Bu il blok imtahanına düşmüşdü bundan. Tutaq ki, 1 bölünsün x minus 2-nin grafikini göstərəm sizə. Bu, gəlin sizə lap başdan göstərim. Deməli, bu y bərabərdir 1 bölünsün x-dir. Gördüyünüz kimi k 1-dir. Birinci və üçüncü rüblərdə yerləşir. K müsbətdir. İndi mən sizə göstərmək istəyirəm. 1 böl x minus 2. Yəni bu grafiki 2 vahid sağa dartacaqsınız. Soldakı grafikin hər birini 2 vahid sağa dartacaqsınız. X 2 ala bilməsə, deməli bax bu x 2 ala bilməz deməkdir. Bu 2 qiymətinə toxunmayacaqdır. Və bu formada bir şey. Grafik gördüğünüz kimi soldakı grafik 2 vahid sağa dartdıq. Bu aydındır şagirdlər. Tutaq ki, şagirdlər y bərabərdir 1 bölünsün x minus 2 topla 3. O deməkdir ki, 2 vahid sağa dartandan sonra 3 vahid də yuxarı dartacaq. Bunlar gözə yarı çəkirəm şagirdlər. Damadama dəftər olsa bircə damarlıq çəkmək olar. Deməli, x bərabərdir 2-yə toxunmayacaqdır. Bu x bərabərdir 2 xəttidir. X-ə 2 versək məxrəc 0 olar. 2 vahid sağa dartacağıq. İndi soldakı grafik var, bu grafik. Bunu 2 vahid sağa dartmışıq zaten. Bir də 3 vahid yuxarı dartacağıq. Yəni y-in qiyməti 3 ola bilməz. Burada 3 olsun. 2 vahid sağa, 3 vahid yuxarı. Tutaq ki, təqribən belə bir şey olacaqdır. Səhv etmirəmsə, belə bir şey olacaqdır. 2 vahid sağa, 3 vahid yuxarı. Aydın oldu mu şagirdlər? 2026 blok imtahanında bu funksiyanın grafikinin sürüşməsini vermişdi. Grafiki vermişdi. Biz K'nı B'ni tapırdıq. Necə? Deyim sizə. Baxın şagirdlər, tutaq ki, belə bir şey eləyir. Atıram, tutaq ki, burada 4 yazır. Burada tutaq ki, nə bilim 5 yazır. Belə bir grafik çəkir təqribən. Belə bir grafik çəkir. Biz bilməliyik ki, bu hiperboladır. X bərabərdir 4 vahid sağa deməkdir. Y bərabərdir. Elə bir ki, belə deyir də, K bölünsün X minus A topla B. Deyir, K'nı, A'nı, B'ni tap. Hələ ki, K'nı tapmarıq. Çünki K'nı bilə bilmərik. Hələ ki, 4 o deməkdir ki, 4 vahid sağa. Y bərabərdir K bölünsün X
minus 4 plus b, b vaid yuxarıdır. Yəni 5 vaid yuxarı plus 5'dir. K-nı tapmaq üçün bizə bir dənə koordinat verir. Atıram, tutaq ki, bunun üstündə bir dənə 7, 15 verir, eləmi? Yəni x-in yerinə 7, y-in yerinə 15 qoyub K-nı tapırsan. Əsas biz burada tapılmalı oladığımız sağa və sola sürüşmədir. Plus minus a sağa soladır. Plus minus b yuxarı aşağıdır. Minus a sağa, plus a sola. Bacara bildiyim qədər bunu izah elədim. Buna aid suallar topluluqda çox azdır deyə və çox sadə formadadır deyə bu sizə çətin gələ bilər. Yetər ki, siz sual tapıb o tür suallar işləyəsiniz. Topluluqdakı suallar belədir. Siz xaritə baxın, belə bir sual verir. Deyir ki, eyni funksiyadan 2 dəfə çəkibdə, deyir bu k2, k bölü x-dir. O da deyir b bölü x-dir. K-nın b-nin qrafikini tapın. Birinci, üçüncü bir olduğuna görə k da müsbətdir, b də müsbətdir. Belə şifahi suallardır. Topluluqdakı suallar çox asandır. Buna aid suallar demək istəyirəm. Hiperbola, kvadratik funksiya daha vacibdir, xətti funksiyadan da vacibdir. Bunun üçün mən enerji yığmalıyam. Ona görə bunu növbəti videoda çəkərəm ki, daha enerjilik formada sizə dərindən izah edim. Funksiyanın davamını ikinci videoda çəkəcəm. Növbəti videoda görüşmək ümidi ilə sağ olun.